Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib. Zərər çəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı Samirə Abbasova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib. Hadisə baş verdikdən sonra zərər çəkən polisə müraciət edib və bunu görən Samirə Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən 102 xidmətinə zəng edərək onun da elə restoranda $300 pulunun oğurlanması barədə bildirərək polisə yalan məlumat verib. Hadisədən sonra Samirə Abbasova rəfiqəsindən taladığı qızıl zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. Faktla bağlı araşdırma aparılır.